Bakıda şəxsi münasibətlər zəminində küçədə 24 yaşlı gənci qətlə yetirməkdə ittiham olunan hərbi qulluqçu İsmail Allahverdiyevin barəsindəki qərardan kassasiya şikayət edilib. Nokomentazın məlumatına görə hazırda şikayət hakim Zaur Hüseynovun sədrliyi ilə araşdırılır. Qeyd: Hadisə 2025-ci il iyunun 26-sında axşam saatlarında paytaxtın Nərmanov rayonunda küçədə baş verib. İttihama görə İsmail Allahverdiyev şəxsi münasibətlər zəminində üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürüb. Bakı Hərbi Prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan İsmail İbrahimoğlu Allahverdiyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü, 228.2.2-ci və 232.2.3-cü və digər maddələri ilə ittiham elan edilib və iş baxılması üçün aidiyyatı üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. İsmail Allahverdiyev müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu olub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə İsmail Allahverdiyev 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.